Teşekkür salam. Biz bugün internet bölməsinin izahını sürətli şəkildə yerinə yetirəcəyik. Deməli, başlayaq vaxt itirmədən. Birinci bölməmiz internetə bağlanmanın üsulları, internetli ünvanlama və protokollar, internet xidmətləri və dünya hörümçək toru, axtarış sistemləri və elektron poçtu. Başlayaq, vaxt itirməyək. İnternet 20-ci əsrin ən böyük nailiyyətlərindən biridir və 1960-cı ildə Amerikanın Müdafiə Nazirliyinin dəstəyi ilə yaradılıb, ARPANET şəbəkəsi olmuşdur. İnternetdə belə deyək, bağlanma üsullarından başlayaq və yavaş-yavaş. İnternetə bağlanma üsulları dedikdə nə nəzərdə tutulur? Yəni biz internetə necə qoşula bilərik, hansı formalarda qoşula bilərik və bu qoşulmanın keyfiyyəti hansı səviyyədə olacaq? Bunun üçün bizə birinci provayderlər lazımdır. Provayder nədir? İnternet təminatçısı deməkdir. Yəni bizim internetə qoşuluruqsa telefondan və yaxud Wi-Fi-dan bunun üçün bunu bizə təmin edən var. Təmin edənlər var belə deyək. İnternetə bağlanmanın hansı növləri var? Kommutasiyalı bağlantı, dial-up və geniş zolaqlı bağlantı. Kommutasiyalı bağlantı nədir? Modem və adi telefon xətti vasitəsilə internetə qoşulma üsuludur. Bu üsulda internetə çıxış üçün modem ortaklığından istifadəçilər bir telefon nömrəsi ilə qoşulduğu modemlər qrupundan istifadə edilir. Qrupda modemlərin sayının çox olması istifadəçi internet çıxışını asanlaşdırır. Sonra gəlir növbəti kommutasiya bağlantının çatışmazlıqlarından biri onun da ötürmə sürətinin belə deyə aşağı olmasıdır. Bundan əlavə internetə çıxış müddətində istifadəçinin telefon xətti məşğul olur. Yəni biz əgər kommutasiya bağlantıdan istifadə eləsək, biz internetdə olduğumuz müddətcə bizim telefonumuza xətt, yəni ev telefonundan söhbət gedir, zəng gəlib çatmayacaq. İnternetə daha yüksək sürətlə qoşulmaq üçün geniş zolaqlı bağlantıdan istifadə olunur. Geniş zolaqlı bağlantı da adi telefon xətti, eləcə də televiziya kabeli vasitəsilə həyata keçirilir. Bundan ötürü bizə burada splitter adlanan qurğu lazımdır. Həmin bu splitter adlanan qurğu iki hissəyə ayrılır. Yəni şnur bir dəfə daxil olur, amma iki hissəyə ayrılır. Biri telefona gedir, digəri isə modemə və yaxud kompüterə gedir. Yəni bu splitter vasitəsilə ayrılmış xəttli olanda deməli nə olur? Əgər zəng gəlirsə, yəni internetə ayırmadan, internetdən belə deyək də atmadan zəngi telefona göndərir, interneti isə yenə də internet xətti ilə davam etdirir kompüterə. Yəni heç bir qırılma olmur. Bu artıq adlanır ADSL modemləri ilə istifadə olunur. Bağlantı maksimal sürəti 24 megabit saniyə. Konkret telefon xəttinin xarakteristikalarından, uzunluğundan, kabel telinin, yəni kəsiminin asılıdır, qalınlığından asılıdır. Xəttin qısa, kabelin telinin kəsiminin böyük olması sürəti maksimuma çatdıra bilir. Növbəti adi telefon xətti ilə, yəni bağlanma mümkün olmadıqda, növbəti bağlanma forması var. Bu da kabel televiziyası adlanır. Kabel televiziyası şəbəkəsi. Bu zaman nə olur? Bu üsulla internetə bağlanmaq üçün xüsusi kabel modemi, anten çıxışına və şəbəkə kartı vasitəsilə istifadəçi kompüterə quraşdırılır. Televiziyası mərkəzinə standart yayım qurğusu verilənlərin ötürülməsi üçün əvvəlcə bu modemə, sonra isə yönləndirici vasitəsilə yüksək sürətli internet kanalına qoşulur. Bu bağlantı televizora əlavə qurğu qoşmaqla televiziya kanallarını izləməyə də imkan verir. Biz buna nümunə olaraq deyə bilərik. Məsələn, KTV-ni deyə bilərik. KTV normalda yəni internetdə, amma biz ona əlavə ödəniş ödəməklə heç bir qırğı olmadan eyni şəkildə də televiziya kanallarını izləyə bilirik. Yəni xüsusi qurğu ilə biz artıq televizoru qoşuruq. Mobil telefonun istifadəsi, yəni bizim megabayt dediyimiz mobil rabitə şəbəkəsi üzərindən bağlantı GPS getdikcə belə deyək də populyar oldu. Belə ki, mobil telefondan istifadə edən hər bir şəxsin artıq qlobal şəbəkəyə çıxması lazım idi. Bundan ötürü də mobil rabitə şəbəkəsi və yaxud hüceyrəsəl şəbəkə yarandı. Ayrılmış xətt kabelli bağlantı xüsusi kabel həyata keçirilir. Belə ki, bu kabel bir tərəfindən burada provider qurğusuna, digər tərəfdən isə istifadəçinin kompüterinin şəbəkə kartına birləşdirilir. Page vasitəsilə bağlanma üsulu nədir? Page vasitəsilə bağlanma üsulunda telefon xəttlərindən kifayət qədər uzaq olan
Eləcə də mobil rabitə siqnalları çatmayan yüksək ərazilər, yəni dağlıq ərazilərdə artıq bunlardan istifadə olunur page vasitəsilə bağlanmadan. Bunun da iki növ var. Bir yönlü və iki yönlü. Bir yönlüyə asimetrik deyilir, iki yönlüyə isə simmetrik də deyilir. Bunların fərqi nədir? Verilənlərin qəbul edilməsi üçün page kanalından ötürülməsi üçün isə yerüstü kanallardan hər hansı da birindən istifadə olunur. Amma iki yönlüdə verilənlərin qəbul və ötürülməsində page kanalından istifadə olunur. Yəni, belə deyək, bir yönlüdə ancaq bir dənə page kanalı olur, ötürülməsi üçün isə yerdən istifadə olunur. Amma iki yönlüdə, yəni qutisimetrikdə isə həm qəbulda, ötürülmə də ancaq page kanalından istifadə olunur. İnternetdə ünvanlama və protokollar TCP/IP protokolu ilə həyata keçirilir. TCP/IP protokolu vasitəsilə bir məlumat digər kompüterə və yaxud mərkəzə göndərilir. Deməli, necə gedir? TCP/IP protokolunda TCP məlumatların belə deyək, paketlənməsinə, onların paketlərə ayrılmasına cavabdehlik daşıyır. Eyni şəkildə də məlumat gedib çatandan sonra o paketlərin birləşməsinə və vahid paket halına gətirilməsinə cavabdehlik daşıyır. IP protokolu isə ünvanın tapılmasına, yəni ünvanın tapılması deyəndə hansı kompüterə gedəcəyi müəyyən eləyir. Yəni bir məlumat təkcə nə TCP ilə göndərilmir, nə IP ilə. Yəni göndərilmə hissəsinə TCP baxır, ünvan hissəsinə isə IP belə deyək cavabdehdir. TCP bu cədvəl önəmli deyil. TCP protokolu bu olsun mən dediklərimdir. Onları nömrələyir. IP protokolunun köməyi ilə qəbul edən ötürür. Qəbul edəndən sonra yenə çatıb-çatmadığını yoxlayır. Əgər çatmayıbsa, onları yenidən təmin edir. Bütün paketlər alınandan sonra paketlər lazım olan ardıcıqla yığır. Bunun hər biri nədir? TCP-yə aiddir. Hər bir informasiya paketində həm informasiya ötürən, həm də onu qəbul edən kompüterin IP ünvanı olur. Yəni bizim şəxsiyyət vəsiqəmizdə olan PIN kod kimi və yaxud hər bir maşının nömrəsi kimi, hər bir telefon nömrəsi kimi IP özü də nədir? Vahiddir, təkrarlanmazdır. Hər bir IP ünvanın belə deyək də özü 32 bitlik ikilik ədəddir. Və yaxud biz buna nə deyəcəyik? Yəni, artıq onun yazılış forması indi burada olmalı idi. İndi sadəcə verməyiblər. Onu da özüm izah edeyim. Deməli, IP ünvanlar 3 nöqtə ilə ayrılır. Deyil burada verib nümunə. 3 nöqtə ilə ayrılan 4 ədəddən ibarətdir. Buradakı olan ədədlərin hər biri 255-dən kiçik olmalıdır. Yəni 255 daxildir. Yəni 256 ola bilməz, amma 255 ola bilər. Məsələn, 192, 168, 1, 34. Və yaxud sən yaza bilərsən 255 tutaq ki, deyirəm, nöqtə 103 nöqtə 253 1, 2, 3 ədəd oldu. Hə, 253.11 və yaxud 149.3.3.255. Bu doğrudur. Amma 256 yazsaq bu yanlışdır. Çünki maksimal 255 ola bilər. Domen adlar sistemi nədir? Domen adlar sistemi vasitəsilə hər bir saytın ünvanı, yəni onun domen adlar sisteminə əsasən müəyyən edilir. Burada informasiyanın belə deyək də, saytın adı məsələn www.dimu.gov.az. Burada a.az.gov və yaxud www bunların hər bir nədir? Domen adlardır. www protokol dama.gov.az isə domen adlardır. Dim isə həmin saytın öz adıdır. Yəni istənilən bir sayt yazanda hökmən onun adı həmin saytın məğzına uyğun olmalıdır. Daha sonra isə domen adlar gəlir. Domen adları isə müxtəlif səviyyələrə bölünür. Birinci səviyyəli, ikinci səviyyəli, üçüncü səviyyəli. Birinci səviyyədəki domen adı serverin yerləşdiyi ölkənin və yaxud müəssisənin tipini təyin edir. İkinci səviyyəli isə artıq yavaş-yavaş onun hansı belə deyək də təşkilata aid olduğunu bildirə bilər. Məsələn, .az birinci səviyyəlidir, .tr, .k birincisi. Bunların hər biri birinci səviyyəlidir. .gov, .com, .edu çünki hansısa ölkənin və yaxud təşkilatın olduğunu bildirməlidir. Domen adlı sistemdəki müəyyən prinsiplər nədir? Bunu ortaya edik. Seçilmiş saytın məzmunu uyğun olmalıdır. Ad çox uzun olmamalıdır və ingilis əlifbasından istifadə etmək tövsiyə olunur. Sonra gəlir saytların URL
ünvanları. URL ünvanları isə saytın və yaxud hər hansısa bir səhifənin yuxarıda belə deyək də görünən hissəsidir. Saytın yazılan hissəsidir yuxarıda. Məsələn, tipik URL ünvanına baxsaq, https www.dimgovaz.newsindex.pp şəklində olur. Ünvanın birinci hissəsi https-dir və resursun web səhifə olduğunu bildirir. HTTPS olduğundan bunu artıq bilirik. Qalan hissədəki www.dimgovaz resursun yerləşdiyi kompüterin domen adını bildirir. News Index PP isə həmin o saytın hansı səhifədə olduğunu göstərir. Mövcud IP ünvanlama sistemi ilə bu qədər sayda, yəni 256 üstü 4 sayda kompüterə unikal ünvan vermək mümkündür. Domen adlarının qeydiyyatı xüsusi şirkətlər tərəfindən həyata keçirilir. İnternet xidmətləri, hansı internet xidmətlərimiz var? www, elektron poçt, telekonferans, telnet, FTP, IRC və IP-fonia. Zamanla internetdə bəzi xidmətlər öz aktuallığını itirir. Günün tələblərinə uyğun olaraq isə yeni xidmətlər meydana çıxır. Ən məşhur internet xidməti www-dur. World Wide Web, dünya hörümçək toru. Bu belə deyək də ilk vaxtlar internetdə hər hansısa axtarış sistemləri üçün istifadə olunurdu və demək olar ki, günümüzdə də istifadə olunur. www-da informasiya web səhifələri şəklində təqdim olunur. Web səhifələr adi mətnlərdən, xəbər mətnlərdən, şəkillərdən, musiqidən və sair videolardan ibarət ola bilər. İnternetə yerləşdirilmiş web səhifələrə baxmaq üçün xüsusi proqramlardan, yəni web brauzerlərdən istifadə olunur. Web səhifələr www-da web serverlərdə bir-biri ilə əlaqəli şəkildə saxlanılır. Web səhifələrin bir ilə əlaqəli yığını web sayt adlanır. Necə ki, səhifələr birləşib kitab adlanır. Burada da web səhifələr, serverlər birləşib, belə deyək, web sayt adlanır. www xidmətində verilən ötürülməsi HTTP protokolu vasitəsilə ötürülür. HTTP hipermetinlərin ötürülməsi protokoludur. Növbəti protokol gəlir FTP. FTP protokolu internetdə faylların bir kompüterdən digərinə ötürülməsi əsasında təmin edilir. Bu fayllara sənədlər, şəkillər, proqram təminatı kimi kompüterin yaddaşında olan və yaxud informasiya daşıyıcında saxlanılan məlumatlar göndərmək olar. FTP üçün belə də xüsusi olaraq internetə ehtiyac yoxdur. FTP-lər FTP qoşa.2 slash xətti ilə başlayır. Daha sonraki həminsə bir faylın ünvanını yazaraq həmin belə deyək də ünvanda yerləşən FTP serverlərinin köməyi ilə informasiya resurslarını arxiv rolunu oynayan kompüterlərdə saxlaya bilərik. Və yaxud həmin kompüterlərdən öz flash kartımıza köçürdə bilərik. Telekonferans, Usenet xidməti informasiya mübadiləsində ümumi maraqları belə deyək olan insanları telekonferans vasitəsilə birləşdirilir. Belə deyək də, konfrans da sadəcə kompüter və yaxud telefon üzərindən. Telekonferanslarda hər hansısa bir mövzu haqqında 5, 10, 100 nəfər birləşir, oxuyur və hər hansısa bir məlumatı müzakirə edirlər, məqaləni müzakirə edirlər. Qısacası onlayn konferans deyə bilərik. Hazırda telekonferans on minlərlə diskussiya qruplarından ibarətdir və telekonferanslardan ibarətdir. Bu telekonferanslar müəyyən bir aktual mövzuya həsr olunur. Telnet xidməti internet şəbəkələrinə qoşulan digər kompüterlərə eyni adlı protokola daxil olmaq üçün istifadə olunur. Məsafədə olan kompüteri idarə etmir. Buna məsəl üçün biz deyə bilərik TeamViewer proqramın və yaxud AnyDesk proqramın. Həmin kompüterə, hər iki kompüterdə eyni proqramı açırıq. Orada hər bir kompüterin özünün belə deyək kodu var. O kodu digərinə daxil edərək avtomatik bir kompüterdən digər kompüteri idarə etmək mümkündür. Telnet xidməti dedik, CAP çatlardır, IRC xidmətidir. Klaviaturadan daxil edilmiş bu xidmətə qoşulmuş başqa bir adamla ünsiyyət saxlaya bilirik. IP telefoniya, internet vasitəsilə IP protokolundan istifadə edirik və danışıq səslərini ötürən texnologiya, belə deyək, internetlə işləyən telefon, belə deyə bilərik. Sonra gəlir bloqlar. Bloq əsas məzmunu sistematik əlavə olunan yazılar, foto şəkillər, qrafik elementlər və ya multimedia olan şəxsi veb saytdır. Məsələn, hər hansısa bir şəxsin bloqu ola bilər ki, orada özün sahəsinə uyğun olaraq məlumatları paylaşa bilər.
Bloqun sahibi bloqçu və yaxud bloger adlanır. Bloqsfer isə çoxlu bloqların yerləşdiyi hissədir. Web form nədir? Web form internet formu. Demək olar ki, elə bu da bayaqçı telekonferanslara oxşuyur. Sadəcə burada maraq klublarda formun işinin mahiyyəti istifadəçilər tərəfindən mövzuların yaradılması və onların sonraki müzakirəsidir. Burada sadəcə mövzular, e, yəni elə də əhəmiyyətli mövzular olmur, belə deyək. Sosial şəbəkə xidməti bu artıq günümüzə əsas istifadə sahəsinə gəlib çevrilib. Burada Facebook, Instagram, Tumblr, Twitter, LinkedIn kimi proqramları göstərə bilərik. Burada nə olur? İnsanlar bir-biri ilə orada belə deyək, ünsiyyət saxlayırlar. Müxtəlif mövzular haqqında bir fikir bildirirlər, şərh yazırlar, foto video yerləşdirə bilirlər. Axtarış sistemləri hansılardır? İnformasiyanın axtarılması üçün nəzərdə tutulan avtomatlaşdırılmış sistemlərdir. Burada internetdə yüzlərlə axtarış sistemləri mövcuddur. Bu axtarış sistemlərinin kiçik fərqli cəhətləri olsa da onların əksəriyyəti eyni işi görür. Axtarış sisteminin proqramı onun əsas hissəsidir. Bu proqram verilənlər bazasında saxlanılan milyonlarla yazının arasından axtarış aparır. İkinci hissə Spider və yaxud crawlerdır. Hörümçək açar sözlərə görə internetdə axtarış aparır və tapdığı səhifələri ekrana çıxarır. Sonra gəlir nə? İndeksləmə. İndeksləmə dedikdə sənəddə istifadə olunan açar sözlər, xülasələr, domenlərin yerləşmə ünvanlarından ibarət verilənlər bazasının avtomatik şəkildə yaradılması başa düşülür. Açar sözlər indeksləmə. Deməli, burada nə olacaq? İndeksləmə mənası odur ki, biz hər hansı açar sözü daxil edəndə və yaxud hər hansısa internet axtarış aparanda həmin belə deyək, indiyə qədər aparılmış axtarışlar nəticəsində hansı məlumat daha effektivdirsə onun indeksinə uyğun olaraq onu ən öndə çıxarır. Yəni hansı daha əhəmiyyətlidirsə, hansı daha keyfiyyətli məlumatdırsa onu birinci çıxardır. Bu indeksləməyə görə olur. E, və həmin bu məlumatların əhəmiyyətlilik dərəcəsi də relevantlıq dərəcəsi adlanır. Relevantlıq nədir? Uyğunluq. Yəni axtarılan məlumat nə qədər dəqiqdirsə, onun relevantlıq dərəcəsi ilə ölçülür. Relevantlıq dərəcəsi də 1-dən kiçik bərabər, 0-dan böyük bərabər ola bilər. Burada başqa nə qaldı? Axtarışın formaları. Yəni biz internetdə hər hansısa bir axtarış aparırıqsa, məsələn, e, tutaq ki, deyir axtarış səmərəlini artırmaq üçün müxtəlif sözlər. Belə ki, bir-birinin ardınca gələn sözlərin tapılması lazım gələrsə, onda fraza üzrə axtarış aparmaq yaxşı olar. Fraza dırnaq içərisində daxil edilir və axtarışda yalnız bu, məsələn, tutaq ki, biz yazırıq ki, Azərbaycanın paytaxtı dırnaq içərisində. O zaman harda, hansı mətnlərdəki Azərbaycanın paytaxtı cümləsi var, yəni söz birləşməsi var, ancaq onları çıxardılacaq. Azərbaycanın paytaxtı yanaşı olmaq şərti ilə. Amma biz dırnaqda yazmayanda bu dediklərimizi çıxardır. Əlavə olaraq içərisində sadəcə Azərbaycan sözü, sadəcə paytaxtda olan sözü də çıxardır. Yəni ümumi olaraq axtarır. Amma dırnaqda yazanda sadəcə yazdıqlarımızın yanaşı olaraq çıxardır. Məsələn, informatikanın fənninin tədrisini dırnaqda yazsaq, ancaq bu 3 dənə sözün yanaşı gəldiyi hissələr çıxacaq. Amma dırnaq içərisi qoymadıqda isə informatikada çıxacaq, fəndə də çıxacaq, tədris sözləri olan bütün veb səhifələr ekrana çıxacaq. Və yaxud Qarabağ ərazisində olan ərazisi dırnaqda yazsaq, şəfalı otlar yazsaq, bu zaman nə edəcək? Qarabağ ərazisində yerləşən, yetişən şəfalı otlar haqqında məlumat çıxacaq. Amma biz götürüb dırnaqsız yazsaq Qarabağ ərazisi şəfalı otlar. Bu Qarabağ haqqında olan bütün məlumatı, yəni içərisində şəfalı otlar oldu, olmadı. Yəni bütün məlumatlar çıxardılacaq. Və yaxud şəfalı otlar Qarabağda yox, məsələn, ümumi Azərbaycanda yoxdur, ümumi dünya üzrə olan məlumatları çıxardacaqdır. Günəş sözüm, bir də xüsusi hərflərlə, xüsusi isimləri böyük hərflə yazmaq daha məqsəddir. Yəni məsələn böyük hərflə günəşlə kiçik hərflə yazılmış günəş sözünə uyğun axtarışda daha az məlumat çıxacaq. Çünki günəş insan adı kimi və yaxud cümlənin başlanğıcında kimi axtaracaq, amma kiçik günəş isə bütün, yəni planet kimi olan bütün məlumatları çıxardacaq. Bunun başqa bir növü var. Əgər biz hansısa bir məlumat axtarırıqsa, həmin sözlərin ekrana çıxması üçün
qarşısına plus, çıxmasını istəmiriksə qarşısına minus qoyuruq. Yəni buna nəzərən çıxacaq. Tutaq ki, biz şəfalı otlar axtarırıq, amma nanə olmayan. O zaman biz şəfalı plus şəfalı, yəni şəfalı olsun, plus otlar, otlar olsa amma minus nanə. Yəni nanə olmayan bütün şəfalı otları çıxardacaq. Amma biz şəfalı otlar nanə yazsaq, elə şəfalı da çıxardacaq otlar da nanəni də. Bunun plus minusu da başqa cür yazmaq olar. And, deyil və yaxud or. And və deməkdir, not deyil deməkdir, or və ya. And belə deyək, bizim kəsişmə deməkdir. Or birləşmə deməkdir. Not isə inkar deməkdir. Məsələn, biz şəfalı otlar axtarsaq, şəfalı and otlar kimi də çıxarda bilərik. Şəfalı və otlar, yəni ikisi də olsun. Amma şəfalı otlar olsun, amma nanə olmasın. Yəni plusları and-dən əvəz edirik. Minusu notla. Or or əməlindən belə deyək də, bir də var, məsələn, test toplusunda da var bəzi suallar. Verir bir neçə siyahı and və yaxud and or, bir də or. Yəni orun sayı nə qədər çoxdursa, onun məlumatı daha çox olacaq. Nə qədər ki endlərin sayı çoxdur, onun ekrana çıxarılacaq məlumatların sayı o qədər də az olacaq. Axtarış sistemlərinin də proqramları bunlardır. Google, AltaVista, Lysis, Yahoo, Excite, Rambler və Yandex. Elektron poçt dedikdə elektron məlumatların kompüter şəbəkəsi ilə göndərilməsinə imkan verən texnologiya başa düşülür. Elektron poçt xidməti belə deyək də ilk vaxtlar daha çox insanlar tərəfindən istifadə olunurdu. Çünki belə deyək də internetdən asılı olmadan, yəni mənim internet belə deyək də internetdən asılı idi, amma qarşıdakı tərəfin internetdə olub olmaması önəmli deyildi. Yəni qarşıdakı tərəf internetdə olmasa belə bizim göndərdiyimiz məlumatlar gedirdi və onunla vaxt internetə qoşacaqdı, məlumat ona o vaxt gəlib çatacaqdı. Elektron, indi buradakı yazılanlara görə elektron məktubların göndərilmə sürəti çox yüksəkdir. Elektron məktublar faktiki olaraq saniyələr ərzində öz ünvanına çatır. Eyni bir məktubun eyni vaxtda bir neçə ünvana çatdırılması mümkündür. Bu bunun üstünlüyüdür. Yəni bir müəllim 50 tələbəsinə məlumatı göndərmək istəyirsə, onu tək-tək yox, ümumi qrup şəklində göndərə bilər. Elektron məktuba mətndən əlavə istənilən formada fayl əlavə etmək lazımdır. Eləmək mümkündür. Yəni mətn, cədvəl, səs, video, foto və s. və s. Hə, bunu dedim. Göndərilən zaman adresatın kompüteri, yəni göndərilənin kompüteri bağlı olma, internetə bağlı olmasa da olar. Elektron poçt proqramının işlədilməsi asan və rahatdır. Elektron postlar olması üçün isə yaratmaq üçün unikal adlardan istifadə olunur. Unikal adlar nədir? Yəni unikal ünvanlar. Ümumiyyətlə poçt işarəsi biz bilirik ki, ət işarəsi ilə ayrılır. Ətə qədər olan hissə istifadəçi adıdır, ətdən sonrası isə domen adıdır. Və bizdə önəmli olan hissə istifadəçi adıdır. Yəni sol tərəfdə ətə qədər olan işarə. O elə bir ad seçməliyik ki, o təkrarlanmaz olsun və ingilis hərflərindən istifadə olunsun. Onda ki, olursa biz elektron poçt yaradanda əgər təkrarlanma varsa, saytın özü həmin barədə bizə bildiriş verir və bizi məcbur edir ki, formanı dəyişdirək, yəni başqa formada ad seçək. İstifadə olunan proqramların asılı olmayaraq bütün elektron poçt məlumatları müəyyən standart lardan ibarətdir. Birincisi məktubun başçasında to, yəni kimə göndərilir. Subject mövzu yazılır. Yazılmış mətni formatlamaq, redaktə etmək mümkündür. Elektron postdan məktubla birlikdə göndərilən fayl qoşma adlanır və qısqac işarəsi ilə göstərilir. Skripka belə deyək. Və məlumatın da göndərilməsi üçün send düyməsindən istifadə olunur. İndi baxaq görək 14.1-ə ümumi tapşırıqlara. İnternet hansı tipli şəbəkəyə aiddir? Təbii ki, qlobala aiddir. İnternetdə baza protokolu hansıdır? HTTP daha çox uyğun gəlir, bəli, HTTP-dir. IP ünvanın belə deyək, düzgün ardıcıllığını müəyyən bu tipli sual düşə bilər deməm. Yəni burada artıq biz məntiqimizi işlətməliyik. Elə ardıcıllıq qurmalıyıq ki, dediyimiz kimi 255-i aşmasın. Məsələn, A variantını yoxlasaq, T-dən sonra X, yəni 24, yox 24-dən sonra 3.235, sonra YZ. YZ yazsaq,
%19,8,21. Bəli, bu uyğun gələ bilər. La variantı imiş cavab. T 243 235,198,21. Bəli. La variantı uyğun gəldi. Digərlərində isə pozulma olacaq. Məsələn, Y variantını götürək. X, Y olacaq 3,235,19. Sonra Z-i gətirsəm 24. Bu artıq 1924 oldu. Yəni avtomatik pozuldu. Elektron poçt ünvanı bu formada olarsa, bu ünvan hansı coğrafi domendə qeydiyyatdan keçirilmiş olduğun soruşur. Ee, Budapeşt ət türk nöqtə az. Bunun sonu azla bitdiyinə görə deməli Azərbaycanda qeydiyyatdan keçib. İnternetdə elektron poçt ünvanı olaraq hansını götürə bilərik? Baxaq görə A variantında ardı yoxdur. B variantında 2 dənə işarəsi var. Daha sonra Y variantında bu sait ünvanıdır. D variantında Bakılılar.az bu həm saitdir, yəni sol sağ tərəfə uyğun gəlsə sol tərəfdə sual işarəsi və yaxud başqa hansı bir problem varmı? Əsas sual işarəsi və bir də Bakılılar.az, yəni bu formada olmur. Amma C variantı uyğun gəlir. Yahoo.com sağ tərəf, sol tərəfdə də www.site. Altıncı e, nədir burada? Uyğunluqları müəyyən eləyin. Deməli, faylların bir kompüterin digərinə ötürülməsini təmin edir. Bu nə idi? Ötürülmə, transfer bir G-yə gedir. Məsafədən bir kompüter digərinin terminalına çevirməyə imkan verir. Burada nə olacaq? Telnet istifadə olunurdu bu yadınızdadırsa. Ümumdünya telekonferans sistemində Usenet uyğun gəlir. Keçək növbəti ümumiləşdirici tapşırıqları IP ünvan ola bilər deyir. Baxaq görək 34.200.15 bunu 3 nöqtə olmalıdır. Onca bir səhvdir. 3 də səhvdir çünki 4 dənə nöqtə var. 5 uyğun gələ bilər. 1, 2, 3, 4 3 dənə nöqtə ilə ayrılıb. İkincidə uyğun gələ bilər. Üçüncüdə, dördüncüdə uyğun gəlməyəcək. Çünki 1, A, C, F bu artıq 16-lıq rəqəmlərdir. Yəni bizdə isə 10-luq rəqəmlər olmalıdır. 2, 5. Ona görə C variantı. Burada deyir ki, or və əndə görə tapın. Bunu biz bu formada baxacağıq. Şagirdlər imtahan verənlər, şagirdlər və imtahan verənlər. Deməli, bu kəsişmə hissəsidir. Deməli, bura 2150 olacaq. İmtahan verənlər, tutaq ki, burada imtahan verənlər 3350. 3350-nin 2150-si artıq buradadır. O zaman 3350-dən 2150-ni çıxsaq, eləcək 1200. O zaman 1200 buradadır. Hamısının cəmi isə 7300 olmalıdır. Biz 7300, bizə nəyi soruşur? Şagirdləri soruşur. O zaman biz 7300, yəni bu 3 dənəsinin cəmi 7300-dür. Bizdən sadəcə bu hissəni soruşur, bütöv. O zaman biz 7300-dən 1200-ə çıxsaq, eləyər necə? 6100 A variantı. Və yaxud bunu çoxluq sualda kimi yazmaq olar. Düsturu ilə birləşmə bərabərdir. Nə idi? Hər birinin cəmi çıxılsın onların kəsişməsi. A-la B-nin birləşməsi. Düsturu bu formadadır. Burada da yerinə yaza bilərik. Bunların cəmindən 2150-ni çıxarır. IP ünvanına maksimum ədəd neçə ola bilər? 255 demişik. Üçüncü sual. Y variantı. Aha. Bu elektron istifadəçi adını istifadəçi adı ət işarəsinə qədər olan hissədir. www postbox hissəsi internetdə veb saytı ünvanı olaraq götürülə bilər. İnternetdə görə veb sayt kimi nəyi götürmək olar? Ət işarəsi veb sayt dediyinə görə ət işarəsi olanları çıxarır. Çünki bu həm bəziləri doğru yazılmayıb, həm də bu mail ünvanıdır, amma Y variantı doğrudur. Altıncı. Bir axtarış sistemimizdə 4 müxtəlif sorğu və onların
nəticəsində tapılan səhvlərin sayı verilmişdir. Bu axtarış şərtlərinə uyğun olmayan variantı tapın. Hı hı. Bizə deyir ki, burada Azərbaycan Gəncə 1200, Gəncə 3000. Hı hı. Dəqiqə biz bunu. Bizə or bir dənə verib, belə deyək. İki yerdə ənd verib. Deməli bu ikisindən biri səhv olacaq. Gəncə 3 biz bunu ora necə yazarıq? 6200 bərabərdir. 3000 üstə gəl 5000 çıxılsın x. O zaman x-i biz buradan tapsaq edir 1800. Deməli x nə idi? Bizim kəsişməmiz. Yəni axtardığımızın biri. Biz 1800-ü doğru tapdıqsa o zaman 1200 ola bilməz. A variantı. 7-ci suala keçid alaq. Orelovanın birinci hissəsi. Birinci hissəsi hansı idi? Həmişə HTTPS hissəsi idi. Bu birinci hissədir. Burası sayt hissəsidir. Burası isə səhifə hissəsidir. 8. Elektron posta daxil olmuş məktubun tərkibində əks oluna biləcək informasiyalar müəyyəndir. Məktubun göndərilmə və tarixi və zamanı olur. Məktubun göndərmə sürəti olmur. Göndərəninki olur. Həcmi olmur. Qoşma fayllar olur və məktubun mövzusu olur. 9-cu gov.az hökumət portalında dim aha, e, adlı serverdə bu faylı yerləşdirmişdi. Bu faylda ardıcıllığını təmin edin. Hə. O zaman bizdə təbii ki HTTP birinci başlamalıdır. 5. Daha sonra qoşa xəttlər gəlməlidir. 4. Daha sonra deməli gov.az hökumət portalının dim adlı serverində bu faylı deməli ən axırıncı FTP gəlməlidir. 5, 4. O zaman birinci dim qovaz gələr. 3 qovaz. Daha sonra slash işarəsi. Bunun slash yoxdur. 6 və ən axırıncıda faylın özü 5, 4, 3, 1, 6, 2. Kommersiya faylları komdu. Dövlət qurumlarına məxsus domen qovdu. Government sözünəndir. Təhsil müəssisəsi də nədir? Təhsil müəssisəsinə də gedir. Edu. Yəni education, təhsil, government, dövlət, kommersiya, kommersiyadirlər. Net şəbəkədir. İndi burada yox idi. O da organization təşkilatlardır. Hər hansı bir təşkilatlar. Bu formada. Başqa görə qaldımı? Yox. Yəqin ki, bu da buradan bitdi. Sağ olun, növbətdə görüşənədək.